Herkese salam dostlar. Bugün sizlerle bir yerde özüme aldığım yeni kompüterim, hiç kompüterimi sizlerle bir yerde hazırlayıyorum. Əvvəlcə kutusunu inceləyək. Kutusunun arkasında işareti var ki, yəni bıçaq toxundurmayın. Skoçu asan açılan skoçdur. Sonra Intel'in sayt şeyindəndir. 501 nömrəli kutudur. Gəlin, burada işarə qoyulur ki, buradan açın. Kompüterimizin. Telefonumu qoyaq bura. Şarjın açaq. Aha. Əvvəlcə kənar bölmələri araşdırmaq istəyirəm. Gördüyünüz kimi belə kompüterimizə uyğun bir ədəd adapter. Adapterin digər başı və kompüterimizin kılavuzu çıxır. Heç bir kılavuzu. Açıb içərisinə baxmalıyıq. Bunun içərisində nəsə var. Və sonda kompüterimizin özü. Bu iki kənarımızı çıxardıq dostlar. Bəli, kompüterimizin əsas qabın açaq və kompüterimiz qarşımızdadır. İçərisini açaq. Bəli, kompüterimiz Intel Core i5 markasıdır. Başlatma düyməsi buradadır. Gördüyünüz kimi. Kənarda bir USB girişi burada. Sağ sol düymə bu işi avtomatik olarak mouse'un üzərindədir. Bu kənarında isə bir adet nauşnik girişi, HDMI girişi, Type-C girişi və bir adet USB girişimiz daha var. Keçək kutumuza. Kompüterimizi qapadaq. Bura qoyaq. Baxaq görək bunun içərisində nə var. Böyle qapaq var. Qapağımız skoçumuzu açaq. Neyse bir açaq. Görək içərisində nələr var. Qurulum planı. İçerisinde bir şey daha var. Heç nə yoxdur. Və kompüterin sistemini quraşdırılması. İç sisteminin dillərinin dəyişdirilməsi, katıl, düymələrin mənası hər biri burada qeyd olunur. Gördüyümüz kimi. Bu arada bunun üzərində bir adet klaviaturanın ləşəsinin monitora düşməməsi üçün, məsələn belə bağladığımızda mən bu səhv elədim. Monitorun üzünün bulanmaması üçün belə bir örtük veriblər. Bu örtüyü bu formada bura səririk ki, parmaq izlərimiz bunun üzərində verdik, görsənməsin. Bu örtüklə belə bağladığımızda həm monitorumuz qorunur, həm isə ləkə düşmür. Adapterin quraq, baxaq. Keçək adapterimizə dostlar. Adapterimizi ilk öncə kompüteri qoşulan başını çıxardaq. Açdıq. Uzunluğuna baxaq birinci. Aha, burada düğüm varmış. Ona göre. İlk adapterin uzunluğu bir belə. İkincisine de baxaq ardına. Burada misinlerle bağlayıblar. Açaq. Bəli. İkincisinin uzunluğu bu qədər olur. Kompüterimizi toka qoşaq yoxlayaq. Nəticə qoşmayın. Hələ sistem yüklü olmadığı üçün kompüter açılmır, qoşmayacaq. Bəli. Kompüterimiz bu arada kompüterimizin mikrofonu da var. Neyse. Magnetle yapışır. Burasında ise mikrofon var kompüterin. Neyse. İndirim. Bəli. Bu arada kompüterimizin yeni nesil belə daha doğrusu kiçik başlıqla özellik verir. Bu tərəfindən xeyr. Hə, buradan belə taxılaraq sizə verir. Neyse, bugünkü videomuz bu kadar. Sağ olun.